Salam yoldaşlar, hər bir salmıram. Bugünkü dərsimiz firewall, rol və zonlardır. Ümumi RSTC funksiyanından biraz dərin mövzular keçəcək. RSTC-də firewall mövzusunda çox basic, yəni sadəcə servis və portların əlavə olunması və ya servis və portların, yəni sırf servis və portların əlavə olunması və basic səviyyədə troubleshooting düşə bilər. Əsas da elə əlavə olunması düşür. Yəni 85, məsəl üçün belə deyək, Apache sualında 85 portun, 82 portun, indi hansını istəyirsə listing olunması daxildən. Sonra da deyir firewall-da açıq olsun və Linux-da açıq olsun. Burada belə də düşür ki, yəni orada biz firewall bilməliyik. İndi Linux mövzusu bundan sonraki mövzudur. Linux-da başa düşmək üçün port və servislərin məntiqi. Burada firewall-u daha yaxşı başa düşmək lazımdır. İndi belə deyək. Deməli, buradan firewall və ilk olaraq firewall keçəcək, daha sonra restore, daha sonra roam, sonra da əvvəl kimi test.sh-dəki praktik taskları işləyib və videomu bitirəcək. Biraz qirpəm, başımda ağrıyır. Yəni, səslərim haradasa tembr aşağı olsa ya da olsa üzrü sayız. Keçən videoda baxdım. Baxım deyəndə özüm də hiss eləmişdim elə. Başım da ağrıydı. Bəzən fikirləri beynimdədir. Fikirləşib etdiyində sənin kimi ifadə etməyə bilərəm. Etməyəndə başa düşməyibsə üzrü sayız. İndi çalışaram burada biraz daha nitqdən çox istifadə edək. Deməli yoldaşlar, bir də onu deyim ki, hansı mövzular keçməmişiksə RSS yəni düşmür, yəni lazım deyil, yox. Onu Advanced Linux dərslərində keçərik. Deməli, başlayaq buradan. Firewall yazıram. İlk olaraq Firewall CMD-dən biz aktiv olaraq hansı portların və hansı servislərin açıq olduğunu biz listing eləyib baxırıq. Firewall CMD yazsam, -list. Ondan sonra port yazsam buradan. Port yazsam, görürəm ki, mənim hal-hazırda portlar sistem üçün açıqdır. Okay. İndi biz yeni portların əlavə edilməsini və silinməsini göstərək. Firewall CMD deməli add yazırıq. Daha sonra port üçün biz hansı portunu əlavə eləmək istəyirəm. Misal 82 portunu əlavə eləmək istəyirəm mən. TCP portun. Ondan sonra əgər runtime açmaq istəyirsə belə, permit açmaq istəyirsə yine permit açıram. Okay. Amma hal-hazırda mən yenidən firewall CMD list port yazsam, list port yazsam, görəcəm ki, hələ burada görməyim. Çünki mən firewall reload eləməliyim ki, cmd reload. Ondan sonra sistem aktiv olaraq görsənsin. Okay. Ondan sonra biz burada yazırıq firewall cmd list ports. Görürəm ki, artıq 82 portunu mən firewall üzərindən açdım. Okay. İndi gəliz bu portu silə. Eyni ilə firewall cmd remove yazıram. Deyirəm ki, nə silmək istəyirəm? Ports. Ondan sonra hansı portu? 82 TCP portunu silmək istəyirəm. TCP yazıram və daimi silmək istəyirəm deyirəm. Vermə. Okay. Eyni ilə yenidən reload verməliyim kimi sistemə düşdürəm. Firewall cmd reload. Okay. İndi gəlib baxsam firewall cmd list ports. Okay. Görürəm ki, artıq burada mənim bu portum silindi. Eyni ilə burada servislərdə bu ayırır edirik. Gəl indi servislər üzərinə baxaq. Ümumi servislərdə baxmaq üçün firewall cmd list servis. Görürəm ümumi servislər burada aktivdir. Buradan yeni servis əlavə etmək üçün deməli biz buradan firewall cmd add servis yazıram. Hansı servisi əlavə eləmək istəyirəm? Misal FTP yazıram. FTP servisini əlavə edək. permanentdan daimi aktivləşdirirəm. Okay. Ondan sonra burada yazıram firewall cmd reload. Daha sonra yenidən baxırıq biz buradan firewall cmd list servis. Görürəm ki, artıq FTP servisi bizim üçün açıldı. İndi gəliz bu servisi də silək. Firewall cmd remove
servis FTP servis yazıram. Permanent yazıram. OK. Daim etdim. İndi də birbaşa olaraq reload verək. Firewall cmd reload yazıram. Artıq bundan sonra firewall ayarları yeniləndi və o silindi. Yenidən baxaq. Firewall cmd list servis. OK. Servislər silindi. İndi demək olar ki, imtahandanca bu səviyyədə düşür. Konkret demir, yəni deyə də bilər, sırf bu port az və s. Amma ola bilər Apache olmadı düşür 85 portu məsəl üçün aç servisi aç və s. Ondan sonra da Linux edirsən. İlk olaraq deyir ki, Apache-ni listing elə, daha sonra firewall ayarların, ondan sonra Linux'dan həm context, həm də port ayarlarını təsdiqlədikdən sonra sıracan yazıb aktiv olaraq sualı bitirir. Yəni belə çox dərinə düşmür. Yəni sırf RSS funksiyonunda ancaq bu hissədə düşür. İndi gəlir biraz daha çox mövzu edək. Onun üçün biz buradan gəlsəm zonları izah edək ilk olaraq. Yoldaşlar, bizim DNS bilən insanlardan indi mənə qədər məlumat olanlar varsa, DNS-in məntiqədə zonlar var. Tutaq ki, primary zone, secondary zone, stub zone və s. və s. İndi burada da eyni zonlar var, amma biraz məntiq fərqlidir. Yəni oradakı zondan bunları çox qarışdırmayın. Bizim trust zonumuz var, tutaq ki, trust zonumuz var. Burada bütün trafik aktivdir. İstənilən trafik bizim üzərimizə keçər və bizim üzərə gələ bilər. OK, ikinci internalı daxili zondur, etibarlıdır. Yəni bəzi xüsusi ev və ofislərdən istifadə olunur. İcazələr basic səviyyədədir, yəni çox verilmir, amma istifadə olunur. Public zone bizim default zonumuzdur. Xüsusi SSH daşlı və s. Bunlar icazəyə default açılıb və digərləri də aktiv olaraq nələr lazımdır açılıb, digərləri də isə bağlı gəlir. Burada demək zaman əsas burada bizim işimiz aktiv olaraq. Məsələn, demək yararlı serverlər, tutaq ki, webmail, FTP serverdə istifadə olunur. Amma bizdə burada blok var, drop var. Blok zone ondan ibarətdir ki, biz IP-ni və ya trafiki bloka atdıqda, bizə istək gəldikdə, buradan çıxan istəklər və bizə gələn istəklər konkret olaraq imtina cavabı ilə təsdiqlənir. Amma biz zonumuzu drop etdikdə isə aktiv olaraq heç bir istək və s. qarşı cavab qaytarılmır. Bu nədən istifadə olunur? Hücum zamanı görə bilir. Burada da indi xüsusilə drop zonunda əsasən onlar istifadə olunur. Botnetdə, DDoS ataklarda və s. O zaman bundan istifadə olunur ki, heç cavab qaytarmır və IMAP scan və s. edikdə heç onun üçün sistem daxilində məlumat toplaya bilmir. OK. Deməli, buradan indi zonların məntiqi bu idi. İndi gələk birbaşa olaraq zondan keçək. Ümumi zonlara baxmaq üçün firewall cmd get zone yazsam zonlara buradan görürəm. Aktiv olaraq zonlara baxmaq üçün firewall cmd deməli get active zone. Görürüm ki, public default zone, ümumi default zone publicdir. İnterfeysimdə NS34 üzərində bu zon aktivdir. İndi gəlin bu zon məntiqini tam başa düşmək üçün biz praktik edək. Mən buradan CMD-ni açsam CMD-ni açsam, mən öz Linux maşınıma ping atsam, 192.168.100.112-yə ping atsam mən, normal ping gedir, düzdürmü? İndi gəliz biz zonlar üzərində konfigurasiya edək. Mən deyirəm ki, firewall cmd. İndi rule tərəfdə də bu yazıla bilər. Amma hər ikisini göstərirəm. Bu zon tərəfini izah edək, ondan sonra rule tərəfini izah edək. Deyirəm ki, deməli, zon yazaram. Ondan sonra hansı zonu atmaq istəyirəm? İlk olaraq bloku göstərim. Blok zonu atıram. Nəyi atıram? Deyirəm, change elə nəyi? Source IP yazıram. 192. Bunun bir dənə IP-sinə baxsaq biz. Görürəm IP config yazın. Aslında görürəm ki 121 IP-im var. OK. Burada 168.100.21 IP-sin. Deməli, permanent aktivləşdirək. OK. Firewall cmd reload yazaq. OK. Yenidən baxaq ki, firewall cmd zone hansı zondur? Blok zonun içinə baxaq. Blok zone list all. Baxsam görürəm ki, bu IP bura əlavə olunub. Gəl üzündə yenidən ping ataq.
user size. İndi ping atanda görürəm ki, destination need artıq bizdən imtina cavabı gəlir. İndi bu blok zonda olanda bizə konkret olaraq imtina deyir, düzdürmü? İndi biz zonu dəyişdirək, drop zone ilə bunun fərqini görək. Drop zonda isə artıq bizə ümumi heç bir cavab gəlməyəcək. Gəl bunu da yoxlayaq. İlk olaraq bunu buradan silək. Firewall cmd zone deməli blok zondan silək bunu. Blok zone silərik. Ondan sonra remove. Source IP deyirəm. Hansı IP-ni silirəm? 192 168 100.21 permanent yazıram. Okay. Firewall cmd reload yazıram. Okay, reload edim. İndi yoxlayaq, bu açıldı. Artıq bura normal ping gedir. İndi bunu yenidən saxlayaq. İndi yoldaşlar drop zone ataq ki, drop zonda bizə nə verəcək? Firewall deyirəm. Okay, firewall cmd zone deyirəm. Hansı zone deyirəm? Drop zone. Okay, drop zonda Sencələ deməli incələ, ondan sonra sahibisi əlavə elə. Hansı IP-ni? 192 168 121 IP-si. Nə üçün? Permanent əlavə et. Okay, bunu edirəm. Ondan sonra firewall cmd reload yazıram. Okay, bu aktivləşdi. İndi gəlib biz ping atacaq. Görürəm ki, ümumi olaraq heç bir bizə cavab qaytarmır. Bu da bizim drop zonumuzdur. Ümumi zon məntiqi budur yoldaşlar. İndi biz rule məntiqini işləyək, ümumi heç bu da istə gəlmir. Belə bir IP mövcud deyil. Xüsusi DDoS və DOS ataklarında bundan istifadə olunur ki, şəbəkə həm yüklənməsin və ümumi skeninglərdə və s. hansı skening mapdan yatdan istifadə edirsə, portlar üzərində hansı portun aktivin və s. buradan görə bilməsin. İndi belə biz zon məntiqi verəyik yoldaşlar. İndi zon məntiqi bitdikdən sonra nə edək biz burada? Zonları göstərdim, əlavə etməyi, silməyi və s. və s. və s. Aktiv olaraq zonu dəyişdirməyi göstərin. Firewall cmd zone deməli zone aktiv. Zonlar arasında keçidi rule hissəsini göstərirəm. Çox da bir dənə rule hissəsində izah deməli rule hissəsində gəlsək biz buradan yoldaşlar. Rule'larda da biz konkret olaraq iki rule yaza bilərik. Konkret buradan biz servis daxilində bir dənə servis yazaraq onu rule kimi göstərərik və buradan blok və aktiv edə bilərik bu servisi. İkincisi də indi komand üzərindən edərik. İlk olaraq bunu edək, daha sonra o birisini edərik. Deməli, bunu yazmışam, yəni copying eləyib birbaşa atacağım bura. Yəni konkret bunu yadda saxlamaya ehtiyacım yoxdur. Bir də ki, yəni hər şey imtahana da düşmürəm də, yəni yadda saxlamaq üçün bir səbəb də yoxdur. Bu qədər xırda şeyləri yadda saxlasaq beynimizdə yer qalmaz. Deməli, biz firewall yazıram. Firewall nədir? vim/etc yazıram. Tutaq ki, firewall servis daxilində bir dənə tutaq ki, nə edək buradan? 1.xml yaradaq. Deməli, insert edəcək. Bunu bir dənə copying eləyək. Okay. Yapışdıraq bunu. Mən buradan bir dənə adlarını dəyişdirim. My app-ni buradan yazaram ki, test. Servisin adını test edirəm. Bu description-dır. Yaza da bilər, yazmaya da bilərik. Tutaq ki, portu buradan yazsaq biz. 90-92 portum. Okay. Bundan sonra kontrol edəyim. Boşuna text. İndi bu servisin sistemi görməsi üçün vim firewall cmd reload yazıram. Okay. İndi bunu görürük. İndi ümumi servisi əlavə eləmək üçün firewall cmd add servisin adını nə qoymuşduq biz? Test servis yazıram. Niyə görmədim onu, ya da dondu qaldı. Çox da babasından. Düzdür, test permanent invalid servis diye bir servis yoxdur. Bir dənə biz burada qaydaq. Test 8
Bir dakika gözleyin. Ben buradan onda cd slash etkisi altında firewall altında firewall deməli etkisi firewall değil. Bunu niye görmedi bir dənə bana maraqlıdır. Belki adından dəyişməliyəm bunu. Etkisi firewall değil. Bundan çok istifadə edirəm. Burası yolda rahat sadəcə göstərmək üçün bunu da deyim. Etkisi firewall değil. Ondan sonra servis. Okay. Servis. Bura keçsək. Eles yazsam. Elim bu. Solumdu. Bunu silək. Yes. Okay. İndi deyirəm ki eles. Bunun adını dəyişəcəksən. Bu belə bir egzamin adını dəyişək. Eləcək test nöqtə egzamin. Okay. Bunu etdik deməli yoldaşlar. Ondan sonra deməli firewall deyib bunu redat verək sistemi. Okay. İndi gəlsək firewall cmd add deməli servis port yazmışım, servis yazmışım. Başım var bilmirəm. Testini götürdü. İndi deyirəm ki bu servisi əlavə elədim. Ondan sonra firewall cmd relat yazıram. Okay, açdım bunu. Firewall cmd deməli firewall cmd list servis yazıram. Görürüm ki servise baxıram. Test servisi burada görürüm. Porta da baxmaq üçün gəl porta bax. Hansı porta atmışdım ki mən? 90 neçə idi səhvimsə. Porta da baxaq. Port yazıram. Görürəm ki 90 neçə idi. Belə bir o üzərindən portda aktivləşdirmişdim. Sadəcə port yadımdan çıxdı. Belə də baxa bilərik amma. Belə altına dəyişmişdim baxma. Okay. Bunun üzerine əlavə olunub artırılması idi. Servisin yaradılıb, sistemi görülüb, sonra aktivləşdirməsi idi. İndi belə də yoldaşlar biz komand üzerinden REST rule yazılmasını göstərək. Rule'larda birbaşa olaraq biz firewall üzerinden ayırır tətbiq edirik ki, sistemdə bu ayırır üzərində işləsin. Bu tutaq ki biz mayaq belə deyək də əlimizdən zonu dəyişdirib blok deyilmiş, düzdürmü? Amma birbaşa olaraq public zone üzərində də biz konkret rule yaza bilərik ki, mənim public zonuma ümumiyyətlə bu IP ilə müraciət edilməsin və ya bəsairə bəsairə. Bir dənə REST rule nasıl göstərək? Firewall deyirəm buradan. cmd deyirəm. Zone deyirəm. Hansı zon üzərində ayırət edib olmasını deyirəm. Public add REST rule yazıram. Ondan sonra dırnaq işarəsi qoyuram. Deyirəm ki rule deməli rule idi. Ondan sonra deməli deməli bu hissəsi biraz deməli buradan ayıradan yazmışam, yadımdan silinarsınız. Xəstələmişəm, bildiklərim olsun beynindən. Deməli REST rule yazıram buradan. Rule'dan sonra bizə hansı ayarın IPv4'ün olduğu yazır posta. Deməli işte. Bundan sonra bu isim olursunuz. Herkes bakın. Firewall da yazılması tamam. Yani ben o ses yazılması da deməli belə demirəm, full box of family ya. Söz yazılması da yoldaşlar. Deməli deyirəm bərabərdir IPv4 okay. IPv4 yazıram. Ondan sonra source adres bərabərdir. Deyirəm hansı tutaq ki biz blok eləyək. Hal-hazırda deyirəm baxsaq gün getməyinə drop zonu silməmişəm. Ben onu bunu saxlayıb oradan drop zonunu silək biz. Firewall cmd zone deməli zone hansı zone blok drop zone
drop zone nə silək? Mesela remove source IP 192 bərabərdir 192.168.100.20 permanent silək. Okay. Firewall cmd reload okay. Gəlin mən indi ping alsam buradan. Okay, indi ping getdi. İndi birbaşa biz rule üzərindən bir dənə blocking yazaq. Firewall deyirəm. Firewall cmd zone public. Ondan sonra add bridge rule nöqtəsi rule deyirəm. Ondan sonra bir dənə bu söz yazmalı çıxdıyım. Xəstələnmişəm. Başım ağrıyır. Bildiğimde yitirir insan. 192 deməli film yazıb. Burada IPv4 okey. Bunu yazdım. Ondan sonra deməli source adres bərabərdir. Deyirəm ki 192 168 100.21 okay, 21 ondan sonra da hansı son əlavə verəcəm deyirəm. Drop out'um bunu tutaq ki. Tutaq ki drop out'aq. Ondan sonra permanent deyirəm. Permanent deyirəm. Okay, success aldım. İndi firewall cmd reload. Okay, indi gələk ping ataq. Görürəm ki getmədi. Birbaşa olaraq biz role yazdıq. Rule üzərindən blocking elədik. Okay. Reach rule yazdıq. Deməli yoldaşlar, zonlar, reach rule, firewall, ayarlar belə. İndi belə edək. Bəli, task managerə keçək görün video nə qədər oldu indi. Artıq 22 dəqiqə video olub. Belə 1 saat olacaq. Tasklarını işləsək. Bunu da bağlayaq. Deməli biz buradan bunu temizləyək. Başlayaq yoldaşlar. Deyirəm ki slash mode +x bizdən test.sh başlayaq task işləməyə. Biz vaxtdan istəyik. Başım ağrıyır. Niyə enter'e bastım 2 dəfə mən? Success'lər ona görə eləyir ki, bütün qoyduğu ayarlar, əgər qoyulubsa və ya qoyulmuşsa fərq yoxdur. Hamısını sıfırlayır, ona görə belə uzun success gedir. Ctrl-C basıb. Hər sualı atanda bunu belə edirdi. Amma şeydən sonra skip edəndə orada onu düzəltdim, artıq eləmir. Yəni axırda sona gələndə Ctrl-C olanda hamısını silir. Əgər yazılıbsa da yazmıyorsa fərqi yoxdur. Bəni təmizlənsin. Biz vaxt gedəcək, bir dənə pauza vereyim. Deməli devam edeyim buradan. Test.sh okey. Səbədən deyim. Biz vaxtı burada əlavə eləmək lazımdır bir baxın. Deməli bizdən sonra nə deyir? Deməli bizdən sonra deyir ki, səsən display portun perimetronu az, reload et və aktiv portları görünməyini yoxla. Okey, gəl edək. Firewall cmd add ports deyirəm ki 80 slash display portu success aldım. Firewall cmd reload aslı buradan gəlib baxaq. Firewall cmd list list ports deməli hansı port idi? Session portu ne görsem burada? Permanent eləməmişim. Permanent reload this port. Okay, görürəm ki açıldı. Permanent olmayanda
İsimdə qalmırıq da, reload edəndən sonra silinir. Deməli indi istehza keçək növbəti suala. Düzələcəyəm. 80 display portunun həm runtime'da, həm də permanentdə açılan effektiv porta görüntü yoxlayın. Eyni məntiqlə firewall, cmd, thread ports 80 display portu, thread permanent, firewall, cmd, reload, firewall, cmd, list ports. Görürəm ki 80 portun buradan açsın. İstəyirəm, gedirəm növbəti suala. Deyir, HTTP serverinin permit aktiv edən reload edən eyni məntiqlə. Eyni məntiqlə deyir yoldaşlar. Deyirəm ki firewall cmd add service. Buradan add service olaraq aktivləşdirib yazıram ki HTTP servisini aktivləş. Okay. Və permanent. Access aldım. Firewall cmd firewall cmd reload. Okay, reload da verdim. Firewall cmd list service. List service deyəndə də görürəm ki HTTP servisi bizim üçün aktivləşdi. Yesterday keçək növbəti suala. Deyir ki, HTTP servisinin həm runtime'da, həm də permanent aktiv edin. Listə görüntünü yoxlayın. Eyni məntiqlə belə deyirik. Firewall cmd add service. Deməli HTTPS permanent. Okay. Firewall cmd yazıram. Firewall cmd. Deməli firewall cmd reload yazıram. Eyni məntiqdən eyni şeylərdir, sadəcə servis, port dəyişir sözləri, bir də ki seçili port və servislər. Ondan sonra baxmaq üçün yenidən firewall cmd list servis yazanda görürəm ki burada bizim üçün istənilən HTTPS aktivləşdi. Yesterday keçək növbəti suala. Deyir, SSH servisinin runtime'da əlavə edin, sonra yenidən silin, nəticəni SSH servisinin aktiv olmadığını yoxla. SSH servisi runtime'da əlavə edin, sonra yenidən silin. SSH servisi açıldı. İstəyəsəm sizcəm öncə. Niyə? SSH servisi runtime'da əlavə, sonra da yenidən silin, nəticəni SSH. Mən hazır SSH-dan qoşulmuşam. Buna məncə ehtiyac yoxdur. Bu sol yeri dəyişdirdim. etc firewall servis altında MyXM falan servisi yaradan 9090 test portu təyin edir. Eyni ilə buradan bunu hazır olaraq elə kopyalamışam, onun üzərində edirik. Eyni ilə biz buradan etc firewall servisi altında bizə nə istəyir? My xml istəyir. Bunu yaradaq. Insert edək. Gəlsə bir başa buradan elə kopyalaya bilərik. Buradan. Bura gəlsən bir sürü. Bunu kopyalayaq. Bizdən sadəcə istəmişdik. Buradan istənilən hər bir şey var. Göstərək. Buradan adı budur. TCP 9090 port istəmişdik. Buradan baxsın buradan. 9090 portu firewall üzərinə əlavə et. Bunu bu komandda üzərində elə bilərdik. Amma belə etdik. Sırf bizdən bu üsulla istəyirdi. Ona görə belə etməliydik. Bu servisin görünməsi üçün firewall cmd reload yazıram. Okay. Yeniləndi. Firewall cmd deməli add service my bir gördü. Okay. Permit yazıram. Ondan sonra firewall cmd list reload vereyim. Reload. Okay. Firewall. Eyni komandları çox yazırsam bu Cisco servisləri konfigurasiya edəndə Cisco paket trezor oxşadı. Firewall cmd list servis yazsam görəcəm ki burada MyApp adından mənim bir ədəd servisim var. Okay. İstədək, baxaq, keçək növbəti suala. Deyir, açıq portları listlərə və nəticəni root open ports faylına yaz. Okay.
deyirəm ki, firewall cmd list edirəm. List etdikdən sonra deməli nə istəyir bizdən? Açıq portları, port və ESR portları istəyir. Portların baxıram, portları burada gördüm. Bunu hara yazmamı istəyir? /root altında open altdan xətt ports.txt. okey, yazdıq. İstədək keçək növbəti suala. Deyir, aktiv zondakı bütün servislərin listələ və çıxışını root servis faylinə qeyd edin. Deməli, firewall cmd get aktivi son yazıram. Buradan ümumi interfeysi gördüm. Bundan sonra list ol yazsam. Deməli, belə yox. Aktiv zonda olduğumuz şey birbaşa olduğum ikisini belə yazsam da ona gedər bizə. İkisini də belə görürəm. Deməli, list ol elədik. Bunu hara yazmamı istəyir bizdən. /root altında service.txt faylinə yazmamı istəyir. Deməli, yesterday keçək növbəti sual. Deyir, firewall'da servis altında web-avizen XML faylini yarat. 70 buradan təyin edin və firewall perimeterı aktivləşdirin. Keçək. Deyim, /etc altında firewall servis altında bizə nə istəyir? Servis altında web API .xml istəyir. Insert edib buradan əvvəlki rule'dan götürsəm mən. Okey. Bizdən nə istəmişdi burada? Alın dəyişdi. Alın nə istəyir bizdən? Deməli, okey. Bunun description ehtiyac yoxdur. Port üzərində 70-70 port istəyir. 70-70. Okey. Köşənlikdə yazar. Firewall. Bunu görməsi üçün yeni məntiqdən firewall -cmd/reload yazıram. Reload olundu. Firewall -cmd add service yazıb adı neydi? API permit yazıram. Firewall -cmd reload yazıram. Yenilənsin. Firewall -cmd list service yazıram. Görürəm ki, bizə nə demişdi? Bu istədiyi servisi aktivləşdirdik. İstədək keçək növbəti suala. Deyir, bütün zonlar üzərində port və servislərini listələyin və çıxışını buraya yazın. Bütün zonlara üzər istəyir. Deməli. Firewall -cmd get zone all get zones biz onları belə göstərir. List all. Deməli, bizim deyir, zonlar üzər port və servislərini listələn və çıxışını buraya yazın. Firewall cmd deməli. Deyir, belə yazayla. Buna da moral gəldi. Bütün listeyin eləmək necə idi? Seçil üzərində bilirəm. Sırf full etmək üçün zone ol yazsın. Belə bir deyil. Deməli, get zone belə yazım olur məncə. Zone belə bir şey var. Mənə maraqlı gəldi ki, firewall cmd biz niyə özümüz yoruruq ki? Neydi? Firewall
CMD tire baksa burada get all ünlü bakmak için get rule all rule onda belə yazmalı. Onda bu məntiqlə baxanda mən firewall belə iddia səfərimizdə firewall tire CMD tire get tire o belə değil. Dedim get oldu zon yazmalıyım. Chain helper from source interface element list regression setting ingress private SMP block read through masquerade block source port protocol some service this list all timeout service IP set get IP tables IP new IP policy zone list all zone belirleyeyim deməni firewall tire list all zone okay belə full gördük. Bundan bize ara yazmamızı istəyir. Slash root altında all xətt zones.txt geçen növbəti oldu. Bir public zonda aktiv olan servis oraqlarını listələyin və çıxışını buraya yazın. Firewall tire zone yazıram arkadaşlar. Bizden hansı zone istəyir? Public zone. Düzdürmü? Public zone yazıram buradan. Ondan sonra bir aktiv servis portların tire list all yazıram. Hər birini göstərir servis portların. Bunda əlavə edirəm hara root altında public daxil zone txt okay listeliyə keçən növbəti sola. Bakın sola deyir Ethernet 0 interfeysinin public zonedan internet zona keçirin və nəticəni buraya yazın. Zonu dəyişmək üçün də firewall cmd zone hansı zona deyir? İnternet zona deyir. Daxili zona sevirik. Deməli change interface hansı interface? Ethernet 0 permanent deyir. Okay. Firewall cmd reload başıma o kadar ağrıyır. Saniyesinde itirir yaklaşık bir neticəni buraya yazın demiştim. Bir tane success verdi orada Allah yiyorsun. Yazdan basan ne verecek? Success. Bunu haraya yazaq. Slash root altında zone alttan xətt switch başka ne istəyir? Xətt nöqtə. Yeni gözlərim ağrıdı. Okay, indi baxsaq. İstəyək. Success aldım. Bütün interfeyslərin hansı zonda olduğunu listələ və çıxışını oraya yaz. Deməli firewall cmd list interface. Bir tane interfeysimiz var. Hansı zədə olduğunu deyir, amma deyir. Hansı zonda olduğunu listələ. Hansı zonda olduğunu deməli listələmək üçün firewall cmd get zone s zonlara bakmak şimdi get interface biliyor. Zonda olduğuna bakmasın. Zonda olduğuna bakmasın. Başıma ağrıyor. Bildiğim sağda şeyler değil sadece.
Qada başım ağrıyır, gözlərim yumulur. Firewall CMD, deməli firewall CMD. Active list zone zone interface yazmalı deyirsən. Interface. Yeni 34 bir dənə düz bizim interfeysimiz var, amma hamısını görmək üçün yine başda sonra biz buradan firewall şimdi help okay grep edeceğim grep ile grep interface deməli bizdə nəsə get default zone interface change remove interface get default zone move query forward list interface bir yazabiliriz firewall cmd zone bir diyebiliriz. Deməli firewall list zone list all zone belə baxsaq hamısını göstərir hansı interfeysdə baxsaq sən internet zona baxsam burada interfeys sözüm oradan götürə bilərəm əslində interfeys bunun interfeys blokda interfeys yoxdur hansı interfeysdə olduğunu bütün interfeyslərin hansı zonda olduğunu yoxlayır. Demək firewall cmd get active zones burada elə bunu göstərir bütün interfeyslərin hansı olduğunu göstərir. Bunu yazaq hara root altında all interface altdan xətt nöqtə txt belə keçək növbəti suala deyir 192.168.1 IP'sini internet zona daxil edin və nəticəni buraya yazın. Firewall yazırıq yoldaşlar, yine firewall cmd son yazarım. Hansı son əlavə eləmək istədiyimi yazarım bura. Hansı son deyir bizdən internal zona əlavə nə deyir? Range source IP